Dəyərli abituriyentlər, 40 sınaq toplu testindən növbəti bir maraqlı sualınızı təqdim edirəm. Sona qədər izləyin. Deyir, ən qorxulu qəzəb səbirli adamın qəzəbidir. Cümləsi əsasında cədvəl tamamlanır. Doğrunun altını doğru seçməliyik təbii ki, yanlışın altını yanlış seçməliyik. Deyir ki, kök iki leksik sxeminə uyğun gələn söz nitq hissəsi kimi sifətdir. Təbii ki, bu qorxulu sözüdür. Qorx, qorxu və qorxulu. Qorxmaq feilindən qorxu ismi, qorxu ismindən isə qorxulu sifəti yaratmışam. Təbii ki, sifətdir, doğrudur. Cümlədə ismin yalnız iki halı var. Təbii ki, qəzəb sözü adlı haldadır, adamın sözü yiyəlik haldadır, qəzəb sözü yenə də adlı haldadır. Demək, adlıq, yiyəlik, adlıq iki halda olan demək, nümunədir, doğru fikirdir. Yanlışın altına yanlışa baxaq. Cümlədə deyilişi və yazılışı arasında fərq olan iki söz var. Təbii ki, bu bir səbirli olur, səbirli, biri səbirli sözdür. Bir də qəzəbdir olur, qəzəbdir. Sonda rısını itirir. Bu da doğrudur. Təyin mübtəda, təyin xəbər sisteminə uyğun gələn cümlədə təyinləri eyni nitq hissəsində ifadə olunur. Təbii ki, adamın qəzəbidir. Bu sənin xəbərin. Nə qəzəb? Hansı qəzəb? Qorxulu qəzəb. Hansı insan? Səbirli insan. Gördünüz mü? Deyir, ən qorxulu qəzəb səbirli adamın qəzəbidir. Təbii ki, burada qorxulu və səbirli sözlər təyindir. Eyni zamanda hər ikisi eyni nitq hissəsi, yəni sifətlə ifadə olunur. Bu da doğru fikir. Təbii ki, bizə doğru fikir deyirsə, doğrunun altına doğrunu götürür 1-2, yanlışın altına yanlış olmadığı üçün təbii ki, biz 1-2-ni götürəcək. Yəni, cavabımız olacaq bizim A variantı. Bu cür video zaxların davamı üçün mütləq abunə olub, bəyənib, paylaşıb, rəy yazmağı da bizdən əsirgəməyin. Təşəkkür edirəm.